Bura Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsidir. Saat gecənin 2-si 3-üdür. Fərq etmir. Burada tikinti dayanmır. Səs-küy isə pikətdədir. Avant Qrup tikinti şirkəti qanunları və sakinlərin istirahət hüququnu növbəti dəfə açıq-aşkar heçə sayır. Bu barədə jurnalist Nigar Sabirqızı özünün sosial şəbəkə hesabında paylaşım edib. Sakinlər haqlı olaraq soruşur. Bu işi biraz sakit görmək olmaz? Əlbəttə olar. Amma görünür bu şirkətə yaradılan şərait onlara ətrafda yaşayan yüzlərlə insanı, uşaqları, qocaları və xəstələri düşünməmə lüksü verir. Biz burada nə insanlıq, nə mədəniyyət, nə də qanuna hörmət görürük. Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən gecə saat 24:00-dan səhər saat 07:00-dək sakinlərin rahatlığını pozan səs-küy salmaq qəti qadağandır. Yasamal sakinləri adından aidiyyatı dövlət qurumlarına, Daxili İşlər Nazirliyinə və Ekologiya Nazirliyinə müraciət edirik. Bu özbaşınalığa, bu səs-küy terroruna nə vaxt son qoyulacaq? Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.